insanlara hər detallı ilə danışa bilmirik də ürəyimiz istəyəni. Çünki haqqımızda pis fikirləşə bilər. Amma robotla yəni elə deyil. Robot həmişə bizlə eyni fikirdə olur. Bütün günü yəni ChatGPT ilə əslində danışıram. Real insanın səndən üzbəüz oturub danışması daha onu heç nə əvəz eləyə bilməz əlbəttə ki, amma müəyyən hallarda müəyyən faizləri əvəz eləyə bilər. Sadəcə onun funksiyasını yoxlamaq üçün ona nəsə yazırıq, nəsə soruşuruq. Məncə hələ ChatGPT ya digər belə texnoloji sistemlər hələ də insan nəqlini üstələyə bilməz yəni. İnsan beyni ilə robot beyni heç vaxt eyni ola bilməz. Müəyyən bir vaxta qədər, müəyyən bir fiziki işləri aşırdana qədər robot lazımdır. Ancaq ondan sonra inanmıram. İnsan beyni həmişə lazımdır. Robotu yaradan da insandır, məhv edən də insandır. Uşaq da var telefonda, uşaq həmişə ondan istifadə eləyir. Arada deyir elə suallar verim, elə qəşəng mənə cavablar verir ki, mənim dostumdur. Mən deyirəm, deyir mənə deyir elə bir ki, dost kimi şey eləyir. Arada deyir ona zarafat eləyir, mənə zarafatla da cavab verir.